Salam uşaqlar, çoxluqlar 2025 deməli. Birinci bölmənin izahını verəcəm, daha doğrusu birinci başlığın. Nə deyir? Burun kəsişməsi. Kəsişməsi nə deməkdir uşaqlar? Ortaq olanları seçirik də. Ortaq olanları seçəcəksiniz. Tabi bunu da mən seçməyim. M çoxluğu 72 ədədinin bölənləri. 72-nin bölənləri nələrdir uşaqlar? Məsəl üçün, bu deməkdir ki, aşağıdakı variantlardan hansı 72-yə bölünür? Baxın, 16 bölünmür. Burada əslində daxil deyil olmalıydı. 18 bölünür, bu düzgündür. 24 deyir bölünmür. Çünki deyir daxil deyil. 21 deyir bölünür, daxildir. 36 bölünür, daxildir olmalıdır, amma deyir daxil deyil. Aydın oldu. A çoxluğu 15-in natural bölənləri çoxluğu. 15-in natural bölənləri hansılardır uşaqlar? 1, 3, 5, 15. B isə ondan kiçik sadə ədədlər. Ondan kiçik sadə ədədlərimiz hansılardır? 2-dir, 3-dür, 5-dir, 7-dir. Kəsişməsi deyəndə ortaqlar. Məsələn, burada da 3 var, burada da var. Burada da 5 var, burada da 5 var. Aydın oldu. 4-də ondan da düz yazın. İndi birləşməsin. Gəlin bunu sizə göstərəcəm. Mənfi 7, tutaq ki, buraqda bir yerdədir. Amma mənfi sonsuzluqdan mənfi 7 kimi baxın göstərdim. Sonra 4-dən müsbət sonsuzluq, yəni 4 isə mənfi ədədin sağında yerləşəcək və bu açıq intervalda, açıq göstərib qaralayıram. Daha da qaralayıram. 4-dən müsbət sonsuzluğa baxın, bu tərəfə doğru, sağa doğru gedir. Yəni, bunların birləşməsi deyiləndə, uşaqlar, əslində bunu bu A tərəfdir, bu B zonasıdır. Əgər bunların kəsişməsi desəydi, boş çoxluq olurdu. Birləşməsi isə, uşaqlar, mənfi sonsuzluq, müsbət sonsuzluq. Mənfi sonsuzluqdan bura qədər daxı, mənfi 7-yə kimi birləşmə 4-dən müsbət sonsuzluq. İndi birləşməsi bu olacaq. Amma kəsişməsini istəsəydi boş çoxluq idi. Deyir ki, daxil olmayan bura qədər daxil olur. Daxil olmayan isə uşaqlar hansıdır? Baxın bu zona. Yəni, mənfi 7-dən 4-ə kimi. Daxil deyil. 4 prosto burada qapalı olacaq. Çünki 4 bura daxil deyil. Boşdursa onda bura daxil olacaq. Mənfi 7 bura daxildir. Bu aralığa daxil olan bu aralığa daxil olmayacaq. Bura olmayan bura olacaq. Həmin ədədlərin cəmi. Mənfi 7-dən, yəni mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, sonra 0, 1, 2, 3, 4. 4-ə kimi hamısı bir-birini aparacaq. Mənfi 6 ilə mənfi 5. Gözəl sual idi. Nömrə 6-da da eynən ondandır. Özünüz qəşəng formada yazarsınız. Məndən də gözəl. 7-də nə deyir? Baxın uşaqlar, birinci N-lə P-ni birləşdirəcəksiniz. Əvvəlcə istəyirsinizsə ortaqların altına xət çəkin. Məsələn, N elementin, N çoxluğunu götürürsünüz. Görürəm ki, P elə N-in daxilində yerləşirsə, P-yə ehtiyac yoxdur. Çünki A-la bu var. Sonra deyir, M-lə onu kəsişdir. Hər ikisində ortaq olan 1 var, C var, A var, Üçüdür. Gördünüz necə sadə idi. 8-ə baxırsınız, bu tiplərdə, baxın, üçlüdür. Deməli, bax, bu isə A-la B-nin kəsişməsidir. Sizə A-la B-nin kəsişməsi, bir də B-lə C-nin kəsişməsi lazımdır. İkisini də elə bir ki, toplayırsınız. Toplamada birləşmədir. Toplama, birləşmə kimi götürün. Yəni, bizim axtardığımız A-la B-nin bir kəsişməsidir, bir də B-lə C-nin kəsişməsi. Sonra bunların ikisini birdən eləməliyəm, toplamalıyam. Hansı variantdır? Baxın. C variantı. İndi 9-a baxırsınız, biraz özünüz məntiqlə düşünün. Əslində bura olsaydı, mən onda deyərdim ki, bu C ilə söhbət burada nədən gedir? B-nin kəsişməsindən. Çünki o kvadrat onu ifadə edir. Bu hissəsi, bax, bunu görürsünüz. B ilə C-nin kəsişməsi olardı. Ancaq baxırsınız ki, bu hissə boşdur. Gördünüz. Nəyi oradan çıxardıb atıb tamamilə? Hansı dairəni çıxardıb atıb oradan? A dairəsini çıxardıb atıb. Gördünüz? Bu şəkilləri özünüz dərk eləsəz daha qəşəng olar, daha gözəl olar. Məsəl üçün, görürsünüzmü? Normalda A kvadratından A-dan çıxıb bir buna atıb, bir də buna atıb. Bunların ikisinin birgə nə olur? Birləşməsin. Deməli, B ilə C-nin birləşməsini tullayıb özündən çıxardıb atıb. A dairəsi hansı hissəni özündən çıxardıb atıb? Bu hansı hissədir? Nədir bu? Bax bu. Bu
bu C ilə B-nin kəsişdiyi hissədir. Onu çıxardıb atıb. A. Bir şey düşdünüz. Ta 12-ni 13-ü özünüz məntiqlə tapın. Bunları istəyirəm ki, özünüz tapasınız. Mən deməyim. Mən bunları deməyəcəm. Görüm özünüz tapa bilərsiniz. Sonra 16-da getdi. 17-yə baxaq. Bu aralığına daxil olan tam ədədləri çoxluğu işarə edilmişdir. A aralığına daxil olan tam ədədlərimiz hansı olacaq? -2, -1, 0, 1, 2, 3, 4. B aralığına daxil olan nə olacaq uşaqlar? 3, 4, 5, 6, 7, 8. İndi A çıx B fərqinin. İndi A çıx B deyəndə ortaq olanlar hansılardır? Burada 3 var, var. 4 var, var. Sonra A'da qalanlar qalacaq. Bu hissə. İndi bunların da cəmi -2 ilə müsbət 2 gedəcək. -1 ilə müsbət 1. Verəcək mənə 0. Gördünüzmü? 18 də eynən ondandır. Gəlin 19-a baxaq. Bu tənliyin kökləri çoxluğu. Bu tənliyin kökləri hasili 8, cəmi 6-dırsa söhbət 2 ilə 4-dən gedir. Sonra B isə 5-dən kiçik cüt nöqtə ədədlər. O da eləyəcək 2 ilə 4. 2 ilə 4. Deməli onda belə çıxır ki, elə A B-yə bərabərdir. 20 də ondan da özünüz yazarsınız. 21-ə də baxın da uşaqlar, nə bilim, variantlarla da işləyə bilərsiniz. Bax, bu hissə nəyi bildirir məndə uşaqlar? Bu hissə A dairəsindən B dairəsinin kəsişdiyi hissədir. O bir götürürsünüz. Bu hissə nədir? B dairəsi ilə C dairəsinin kəsişdiyi yerdir. Deməli, ikisinin də nəyin üstə gəlməsi nə olacaq? Yəni birləşməsi. A ilə B-nin kəsişməsi, B ilə C-nin kəsişməsi, orada topla. İstəyirəm ki, şəkilləri özünüz tutasınız. Çoxluğunun bütün elementləri sadə ədədlər olan alt çoxluqlarının sayını tapın. Əvvəla ümumi alt çoxluqlarının sayını tapsaz, nə deyir? Çoxluğun bütün elementləri sadə ədədlər olan. Heç ona ehtiyac yoxdur. Hamısı sadələri seçirəm. 2, 3, 5, 7. Ancaq bunlardan təşkil olan olsun. Yəni 1, 2, 3, 4, 4 dənə. 2-nin üstü 4 eləyəcək. 16. İndi baxırsınız ki 16. Deməli, burada cavab 16 yox 15 olacaq. Niyə? Çünki deyir bütün elementləri bunun sadə ədədlər olsun. Bir şey yadınıza saxlayın ki, bunun bu elementləri içərisində, məsəl üçün alt çoxluqların yaradığı həmin bu 2, 3, 5, 7-dən ibarət. Bir də var, məsələn, 0-da götürürük. 0 boş çoxluqdur da. Boş çoxluqda istənilən çoxluğun alt çoxluğudur. Yəni, mən burada 2-nin üstü 4 bərabər 16 yazıram. Bu 16 dəndən biri də bu boş çoxluq, yəni 0-da. Axı, bu 0 sadə falan heç bir şey deyil, axı. Başa düşürsünüz? Ona görə həmin o deyir ki, sadə ədədlərdən olan alt çoxluqların sayını istəyir. Yəni, sadəcə sadə ədədlərdən ibarət olanlar lazımdır. Ona görə 15 olacaq. Burada cavab 15. Sonra, indi burada mürəkkəb ədədlər olan bayaqki kimi uşaqlar, bu səfər mürəkkəbləri seçəcəksiniz. Bəli, yenə də birinci çıxacaqsınız. Çünki orada 0 da var. 0 istənilən çoxluğun alt çoxluğu olduğuna görə hər zaman sayılır. O yadınıza saxlayın. Bax, bu boyda şeydir, gör nə qəşəngdir. Bax, bu hansı hissədir, bu hansı hissədir. Gəlin bunu sizə qəşəng variantlarla işləməyə öyrədim. Birinci variantda, A variantda deyir ki, A ilə B-ni birləşdir. Uşaqlar, A ilə B-nin birləşməsi budur, gördünüzmü? Onu da kəsişdir C ilə. Heç A ilə B-nin birləşməsi C ilə kəsişmir axı. C budur, kəsişir. Kəsişdi. Mən elə bir o aralı götürdüm. Kəsişdirəndə qoy C-ni belə rəngliyim. Ortaq nə qaldı? Gördünüz, elə burandan bura. Elə birinci variant imiş bu. İkincisinə keçək. A ilə B-nin birləşməsindən C-dən çıx. Baxın, A ilə B-nin birləşəndə hamısını qaralayırsınız. C-dən çıx deyəndə, bax C də budur. Orada C-dən çıx olanda uşaqlar nə qalacaqdı yerdə mən sizə deyim. Elə bir ki, baxın, buranı siləcəkdiyim bu qaralmış yeri. Onda bax, bu hissələr var. Gördünüz, o olacaqdı cavab. Sonra A ilə B-nin birləşməyindən C-ni çıxsaydım,
onda uşaqlar düzgün cavab belə olacaqdı. Bax, sadəcə bura qalacaqdı. Bu C dairəsi tamamilə bomboş olacaqdı. Üçünün də kəsişdiyi, yoxdur. Burada baxın, A ilə B-nin birləşimindən, bayaq mən sizə göstərdim bunu. A ilə B-nin birləşimindən C-nin neyini çıxıb. Ta mən deməyim də, bunları özünüz tapın. Nə oldu detay? Sonra baxırsınız ki, bax, bunu necə yaza bilərsiniz? Bir dənə Euler-Venn diaqramını götürün. Bura A, bura B. A-dan B-ni çıxanda A-da qalanları yazırsınız. A-dan, bir də C-si var, bir də C dairəsi var. A-dan C-ni çıxanda, bir də A-da, görüm, heç mən o ABC kimi gördüm, bir də çəkim qəşəng olsun. Baxın, bir dairə, ikinci dairə, üçüncü dairə. Çərtkə. A, B, C. Deməli, A-dan C-ni çıxanda, qoy bura nə yazım? Təkcə A-da qalanlar. 3, 7, 7 burada da var da, C dairəsində də var. A'dan C'ni də çıxanda, A'dan B'ni çıxanda 3, 7, 11, təkcə A'da qalanlar 17. İndi A'dan B'ni çıxanda, A'dan C'ni çıxanda qalır 3, 5, deməli onda 5 buradaymış. C dairəsində heç, C dairəsi uşaqlar burada heç ora düşmür. Başa düşürsünüz, ona görə B'nin ortasına yazıram, amma A dairəsinə girməli daxım. Sonra 17 var, 20. Deməli 20 də uşaqlar buradaymış, 5-in yanında. 20 də buradaymış. Onda B ilə C-nin kəsişməsi olacaq 5 ilə 20. O 5 ilə 20-ni də A-dan da həmin o 5 ilə 20-ni çıxsam, qalacaq elə burada neçə dənəsi? 4 dənəsi. Şu. Elə 5 ilə 20 idi də. Belə. Çoxluğun elementləri yalnız tək ədədlərdən ibarət daha çoxluq. Bu da bayaqki kimi uşaqlar tək ədədləri seçib yazacaqsınız. Sonra 28 də ilə onlandır. 29-a baxırsınız. Uyğunluğu müəyyən edin. Tabi bu 29 uyğunluq məsələsidir. A-dan B-ni çıxanda təkcə A-da qalanlar baxın. B budur. Bu dairəni rədd edirəm geçsin. Baxın, onda bu cavab olacaq. Gördünüz. B ilə C-nin kəsişməsi isə baxın, B dairəsi ilə C dairəsinin kəsişdiyi bax bu hissədir. Yəni 15 ilə 13. A ilə C-nin birləşməsi deyəndə baxın, A ilə C-ni birləşdirirsiniz. Bu iştiradiyim yerə nələr daxildirsə olardı. Gördünüz. Sadə sual idi. Sonra keçək ətraflılara. Görə ətraflıda başımıza nə gəlir? M çoxluğu 5 ilə 10. Naturallər çoxluğu. Deməli, M-ə aiddir nə? 6, 7, 8, 9. N isə 6 ilə 12. Deməli, bu olacaq 7, 8, 9, 10, 11. Həvsiyon. İndi ortaq olanlar 7, 8, 9'dur. Onda M-də qalan 6 olacaq təkcə. İndi 7, 8, 9 getdi. Ondan 11. Füsiyon. Təsvir edin deyir, etdim. 31 də ilə bundan da keçək 32-yə. Birləşməsinin ədəd ortasından tapın. Ayala, uşaqlar nə edəcəksiniz? 5, 19, 11, 12, 28, 9, 6, 17, 8, 18. Bunları hamısını toplayıb sayına böləcəksiniz. Yəni, burada sizdən başqa bir şey istəmir. 33 də ondandır. Gələk 34-də. 14 nəfərdən ibarət bir qrup tələbə əyləncə məqsədi ilə Luna Parka gedir. 14 dənə tələbədir. Onlardan hər biri Luna Parkda ən çoxu 2 karuselə mindi. Bu karusellərin hər biri üçün ödəniş 8 AZN-dir və 2 karuseldən istifadə edənlərə ikinci karusel üçün ödənişdə 25% endirim tətbiq edilir. Bir qrup tələbə gedib, hər biri Luna Parkda ən çoxu 2 karuselə mindi, ən çoxu ikisinə bir, ondan artdan minməyib. Hər biri üçün ödəniş 8-dir, ikisində 25%. Birinci karuselə 8 nəfər, ikincisində isə 9 nəfər mindi. Axı, bunlar 14 nəfərdir. İndi baxırsınız ki, mənim 14 nəfərdən ibarət olan qrupum var. Birincisinə 8 nəfər, ikincisinə 9 nəfər mindisə, bunu Euler-Venn diaqramında görsətsəm, buna 8, buna 9 mindisə, 8 ilə 9 toplayanda 17-dir, amma mənim 14 nəfərim var. Deməli, 3 nəfər hər ikisinə minib.
5 nəfər yalnız birincisinə minib, 6 nəfər isə yalnız ikincisinə minib. Всё. Deyir ki, hər tələbənin heç olmasa bir karuselə mindiyi məlumdursa, ki bu şərti deməlidir. Qrupumla parkda karusellər üçün xərclədiyi ümumi məbləğ tapın. Gəlin tapalım. İndi mənim baxın 5 nəfərim yalnız bir karuselə minib və bir karuselin qiyməti 8 manatdır. Yəni 5 vurulsun 8 eləyəcək 40. 6 nəfər də yalnız ikinci karuselə minib, yenə o da olacaq 8 azın. 6-nı vuracağım 8 eləyəcək 48. Bu gələk 3 nəfərə. Bu 3 nəfər isə 2 karuselə minib. Deyir, istifadə ikinci karuselin ödəniş 25%. Birinci 3 vuracağım 8-ə eləyəcək 24, o öz yerində. İkinci dəfə artıq istifadə ediləndə uşaqlar o 25%-ni ödəyəcək. Yəni 8-in 25% endirim nə deməkdir? 8-i vuracağım 75-ə böləcəm 100-ə. 25-ə böləndə 3, 4, 2, 6. Yəni 6 manat ödəniləcək. İkinci karuselə bu 3 nəfər 6 manatdan pul ödəyəcək. O deyəcək 18. Yəni 2 karuselə birgə 24-dən 18-i toplayanda eləyəcək 42. Deməli 42 manatda bir pul ödənilib. Hamısını toplayanda eləyəcək 88, o da 42. 11 yadda, 12, 30. 130. Aydın oldu. Gələk 35-ə. A cüt NATO ədədlərdən ilk bir neçəsinin, B isə 3-ə bölünən NATO ədədlərdən ilk bir neçəsinin çoxluğudur. İlk bir neçəsi də sayını da verib uşaqlar. Diaqramda verilən məlumatlara əsasən A və B çoxluğunun elementlərini yazın. Yazın deyir, yazaq da baş üstə. Bura A çoxluğu, bura B çoxluğu yazıram. A. Deyir ki, A'dan B-ni çıxanda 6 dənə. Yəni təkcə A'da 6 dənə element var. B-dən A-nı çıxanda eləyir 1, 2, 3. Baxın, bura 3-dür də, 3-ə düşür. 3 dənədir. A ilə B-nin birləşməsi 11 dənədir. 6, 3, deməli bura 2 dənədir. İndi axı mənə deyir, axı A-lar cütdür. B isə 3-ə bölünənlərdir. İndi biri 3-ə bölünən, biri 2-yə bölünənlərdirsə, məsələn deyirəm, qoy yerini düz qoyum. Hə. Bu 2-yə bölünən, bu 3-ə bölünəndirsə, həm 2-yə, həm 3-ə bölünən 2 dənə ədəd varsa burada ilk sıraladan o hansı olacaq? 6 ilə, çünki həm 2, həm 3-ə bölünsün. 6 ilə 12. Deməli kəsişməsi olacaq 6 ilə 12. Bu kəsişmədir. 6 ilə 12. İndi 3 dənə də deməli 3-ə bölünən nə olacaq? Baxın, gərək bura yazardım onları mən. Pis oldu, bura yazardım. Hə. Baxın, A'dan B-ni çıxanda 6 dənə, təkcə A'da 6 dənə. Qoy bir dənə burada yazım 6-nı ki. B-dən A-nı çıxanda 3 dənə burada yazım. Deməli 2 dənə də burada yazım ki, qarışmasın. Hə, dedim o olacaq 6 ilə 12. 3 dənə buradadırsa, deməli 3, 6 burada, 9, 12 burada, deməli bura olacaq 15. İlk 6 dənə 2-yə bölünənləri tapsam, deməli 2, 4, 6 burada, 8, 10, 12 burada, 14, 1, 2, 3, 4, 5, bir də olacaq 16. Hə, heç nə. İndi bunların məndən sayını istəyir. Nəyin deyir? Səsin A və B çoxluğu elementi. Hə, yaz, elementlərini yaz deyir. Yazım da. A-nın elementləri olacaq uşaqlar. Nə olacaq? Bax, A-nın elementləri 2, 4, 6, 8, 16-ya kimi. 10, 12, 14, 16. B-ninki isə 15-ə kimidir. 3, 6, 9, 12, 15. Всё. Yazın dedi, yazdım da. Bütün şərtlər də ödəndi. 36 deyinə bundan da özünüz yazarsınız.